Deməli, gəldik, çıxdıq, gəldik. Yo, Eminin səsi gəlmirdi. Çünki Emin bir dənə təzədən çay süzdü, gəldi. Buradayıq. 17 nəfər olmuşuq bu arada. 17 nəfərlə də başlada bilərəm. Ki, çox belə qəribə bir şey. 16 nəfər buradadır. 17 nəfər oyunda. Ən azından bir nəfər də qoşulsun. Başladım. Okay, eləmən özüm də çay içirəm. Ay, nə oldu qardaş? Hamısı ona var. Elvin de 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 nəfər. 8 nəfər gəlib. Deməli, sizin klanda belə statistika ilə baxsaq, görək. Ha, Dark Master, bu qaqaşı deyirdiniz yəqin ki. Başqa Nujenni sizdə nihai olan yoxdur. Yo, klan olaraq döyüşmürük. Sadəcə klan üzvləri olaraq gəlmişik bir-birimizdən döyüşməyə. Ola bilsin bizim klan bir-biri ilə eşləşsin. Ola bilsin onların klanı. Klan savaşlarında bir də mən əslində çoxdan ona baxmıram. Sadəcə baxırıq ki, hə, klan savaşlarını udduq, vəsə. Yəni puan fərqidir falan filan var, yoxsa necə? Yəni eşləşəcəksiniz ümumiyyətlə, o başqa. Prosta ümumiyyətlə izah eləyirdim. Bir nəfər gəlsin, çıxırıq. Last one. Kimlər rəqib klandı? Belə deyim də, indi bu dəqiqə burada adı çəkilən əsas Əkbər oldu. Misal üçün, mənlə Əkbər rəqib klanlar. Rəqib də deyilik, sadəcə fərqli klanlarıq. Amma indi bu dəqiqə rəqib olacaq deyə normal olaraq da klan olaraq da rəqib. Bizim klanda heç o qədər adam yoxdur. Tağını da əslində mən öz klanımızdan sayıram. Düzdür. Sən prosta ortada qalmısan bir də. İsayevi də kəşki klanı alsaydıq buradan. Bizim klanda sənin tanıdıqlarından yoxdur. Mən oynayacam. Onun üçün deyirəm ki, bir nəfər qoşulsun, 18 olaq. Heç kəs çöldə qalmasın. Eynən, mən də Tağı səni bizim klandan sayıram. Ona görə səni də əlavə olaraq saydım. Gözdə gedim mən Blayezimi gətirim, qaqaş. Mən klana təzə üzv alıram, vəbşə. Dajı mənim, Blaze hətta mənim ikinci klanımdadır, qaqaş. Sadəcə member olaraq. Blaze getdi o dərs oxumağa. Bir nəfər qoşulmadı. Prosta eyb yox, mən başladıram. Bir nəfəri gözləyənə qədər gecə oldu. Tağı əslində başqa klandadır. Prosta o klandan da çıxa bilmir deyə. Qalıb o klanda. Deməli, start elədik. Başlayaq. Vəsə, əla. Daşa, o da sizin klandan qoşulub. Doğrudan Phoenix hanı? Phoenix, bilmirəm, buralardaydı deyəsən, adını gördüm. O da qəşəng oynayırdı. Hə, qoşulmuşdu canlı yayına. Deməli, səhərdən bu qaqaşla eşləşirəm də mən bizim... Bu da misal üçün mən indi bu dəqiqə öz klanımdan adamla eşləşdim. Onlar da yəqin ki öz klanı ilə eşləşiblər. Deməli, buradan biz paket götürə bilərik, boşluq da götürə bilərik. Salamatı boşluqdur. Yaşlıcadır. Burada bütün kartları seçdiyi indidən.
tək topu götürsəydim daha yaxşı idi əslində. Görək başımıza nə gəlir. Yəni öz yerimi düzəldim. Ən azından internet getməyəcəyini dəqiq bilim. Ondan sonra rahat taka çıxa bilərəm. Əslində arxadan elektro devdən çıxmağım biraz pis oldu. Çünki setiş normalda ağır, çox vuran kartları seçir Pekka kimi. Ona görə böyük ehtimal əlində bir antisi olar. Raket qaçırtdı. O 50K ekran bəyan elədiniz. Təşəkkür edirəm. Bayaq əslində 70-necə K idi. Prosta yayın heç qalxmırdı deyə məcbur götürdük, bağladıq təzdən at. İndi bu dəqiqə yoxsa 100K-dan yuxarı idi. Bu arada mən çox vaxt bir taç almağımın səbəbi nədir? Normalda kartı atıram, gedir pleni alır misal. Əlavə kartla dəstəkləmək yerinə götürüb baxmağı daha üstün tuturam. Bu arada 3 taçladıq. Deməli. Görək kimdən Qəşəng 3 taç aldıq, amma ki, indi rəqib lazımdır bizə. Yenə ay, mən səndən niyə işləşirəm axı? Fərqli qaqaşla, fərqli adamla eşləşsəydim daha yaxşı idi. Prosta ki, oyunu çox tez qutardıq deyə. Oyunda tez qutardı, başqa rəqib yoxdur hal-hazırda boşda. Hamı oyundadır. Donuzlar. Başqa buradan Ankara götürə bilərəm. Elit barbar da yaxşıdır. Top yerinə top götürə bilərdim əslində. Prosta ki, yenə daha daha tez oyun qutarsın deyə elit barbar götürdüm. JJ ekranı bəyəndi. Təşəkkürlər JJ. Lan nə edirsən? Yəni sən sadəcə özümü bir ev yiyəsi kimi aparmağım falan belə çox qəşəng görsənir. Bir dənə vuracaq, eyb yox. Deməli, turnuvada hal-hazırda istəyən qoşula bilər. Bu arada Mini Pekka gəldi. Mini Pekkaya hələ ki Kara Prensimiz var. Başqa ümumiyyətlə kartlarım ki, görəsən bizim atak kartımıza nəyi var? Qorxduğum başıma gəldi. O, salam bir də salam. Əla, play yapışdısa başqa bizim dərdimiz yoxdur. Anka ilə bunu kəsək. Kara Prensin çox qəşəng işlədiyi yer. Misal üçün, adi prens bayaq kimsə soruşmuşdu. Sadə prens bir də Kara Prens daha yaxşıdır. Misal, Kıvılcıma görə belə baxsaq, Kara Prens daha qəşəngdir, qalxanı var deyə. Amma Sadə Prens onu eləyə bilmir. İndi bu dəqiqə Mega Şövalyası var. Mega Şövalyasını çıxartsaydı Pramoya atak eləyərdim. Onyx bir qoşulur, bir çıxır. Bayaqdan burada qırğınlar gedir. Deməli. Bu tərəfdən donuzları atsam, ora Megasını deyəcəkdim. Şeyçiyə Mega Şövalyə atdı. Bu arada olsun, Kıvılcım ata bilər əslində bunlara. Mən onun üçün əks tərəfdən çıxacam. O, təşəkkürlər hədiyyə üçün, təşəkkürlər. Gözümüzün pasını sildin. 2 gündür, 2 gündür ancaq
bir dənə 2 dənə hədiyyə gəlirdi. Bu arada sol tərəf. Lan sən necə orada kuleyə vurdun? 3 də sata bilmədik. Bu arada haralardasan, yəni çoxdan da görsənmirsən ki, bayaq Eynən, Phoenix gəl bizə dəstəyə. Bildiyin o klan var bir dənə Suspect 99. Onların klanı turnuvanı işğal eləyib. Bizə dəstək lazımdır. Ora bax, klan üzvlərindən. Bir də mən də səndən eşləşmək istəmirəm. Prosta ki, aha, lan uçuş modu nədir? Aha. Klanlar dəyişir. Zəhər. Buradan prens gətirə bilərik. Bu arada rəqib klanla eşləşdik. Rəqib klanla eşləşdik axırki. Deməli, Elektro dev götürsə, misal üçün Ram Rider götürsəm pisdir. Ümid edirəm ki, münasib bizim səsimizə qulaq asıb oradan kart götürmür. Sən cana anti seçməmən. Burada ədalətli bir savaş eləyək. Deməli, buradan başqa biz nə götürə bilərik? Bir də kulübə. Pekka götürsəydim çox ağır olacaqdı. Ona görə elə şey eləyə bilməzdik. Good luck. Amma münasib elə bil ki, mənə biraz yayından baxıb anti seçdi. Neysə, ev yox. Girdik bir topa. O emoji gəldiysə 100%. Mənə deyən var birincidən seç kartları. Gözlə o kartları seçsin. Sonra da. Ejderin yeri çox qəşəng oldu, amma ki avcısı pis atdı, buna adam fikirləşir. Deməli, mənə maraqlıdır ki, birincini döndərmişdik, yox, dəstəmiz bir yüngülvarı ağırdı, ona görə bura çetə gələcək. Burası bir damcı bir kare o tərəfə atsaydım çox qəşəng olacaqdı. Sən qardaş, sən get imtahana hazırlaş. Dart Goblin sadəcə baskı olsun deyə atdım. Yəqin ki əyalət atacaq. Alfasica da binici. Bunu buradan atırıq. Əjdəri buradan atırıq. Bir dənə vur heç olmasa. Bir dənə vur. Super. İşin pis tərəfi rəqib çox hasar verib bizim kuleyə. Bayaq əlimizdə deyildi kulübə. Hava zəhər imkanı çox yaxşı yerinə oturdu. Binici gəlsə biabırçılıq. Onun üçün prensi atıram. Gəlsə belə hasar verə bilməsin çox da. Bir dəfə tomruq təxmini eləməyəcəm. Onsa bilirdim oradan kart alacaq. Tomruq təxmini eləsəydim iksirsiz qalacaqdı.
Əla. Zəhər pozisiyası. Qoymayın, qoymayın, qoymayın. Qatib, 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 qatib. Bir dənə vurmağı çox pis oldu. Amma ateş topunu ateş topunu atmağı pis də yəni oyunu qurtarmaq deməkdir. Rəqib özdə onun üçün good game dedi ki, yəni çox aqressiv oldu, ona görə pis play gedir. Əlvə sağlıq. Rəqib səhvən atdım. Ha, sən idin bu arada. Əlvə sağlıq. Əslində səhvən nə atacaqdın ki oraya? Dedim pis də yəni ateş topundan sonra oyun xoşbəxt oldu. Sırf orada atak kartı hissəsində sən bir xeyli gözlədin. Orada mən dedim ki, nəsə burada ayrı tema var. Messi sən Messi başqasıdır deyəsən. Bayaq mən hə. Phoenix'i bilmədim, görmədim əslində. Bu arada bayaq eşləşdiyimin adı nə idi? Messi idi yoxsa fərqli idi? Hə, gördünsə onda yəqin ki girib. Deməli avcı çox qəşəng kartdır. Amma heyif ki atak kartı olaraq qəşəng yadımda qalır. Messi sən Allah. Sən Allah mənə anti seçmə orada. Get seçəndə veçin tədirgin oluram ki, pis da oyun getdi. Bir də son olaraq 5 topu götürə bilərik. 3.5. Hə, doğrudan münasib idi bayaq. Eynən. Fərqli bir eyni klan, fərqli eşləşmə. Deməli, atak eləyək. Görək rəqibin defansı üçün nəyi var. Şövalyen çox gec atdı, ona görə qəşəng hasar verdik. Bura fireball ata bilərik. Düzdür, fireball atmaq o qədər də yaxşı bir seçim deyil, amma ən azından kuleyə vurmaq. Çünki kulesinə çox da yaxşı hasar verə biləcəyimi düşünmürəm. Kuleyə hasar verməsin deyə məcbur Ankanı ilə atdım. Görək başımıza nə gəlir. Bu arada əlimizdə 2 dənə seçim var. Adamın amma böyük ehtimal şey var, yıldırımı. İndi bir dəqiqə hasarla qabaqdayıq. Bu da ki bir tərəfdən yaxşıdır. Bir tərəfdən də pisdir. Deməli. Onu çox diqqətlə oynamaq lazımdır. Elektro devdir. Kulemiz yoxdur. Və oyunu heç itirmək istəmirəm. Bu nə qəribə donmaydı.
rəqibin dondurmasının olması məni bir tərəfdən rahatlatdı deyə bilərəm. Çünki mən böyük büyüsü var deyə qorxurdum. O da ki, yox imiş. Buz büyücüyə vur. Cəllad bu arada elə bildim ki, kuleye vurdu. Valkür, əla. Lan. Əsas kule. Çox hasar yedi. Ev yox, bunu yığıb yığışdırmaq olar. Goblin bir dənə vurdu. Lan sən o aradan necə sızdın və bir vurdun. Mənə maraqlıdır. Dondurma atacaq. Lan. Son saniyeler. Bu arada mən hasarda arkadaymışım. Uy, qəşəng oyun getdi. Əslində bu qədər yaxın keçməz deyə öz səhvimə görə belə oldu. Yoxsa bu boyda da yaxın oyun olmazdı. Resto ilə eşləşdik. Deməli. Kasırga olmayıb heç. Buradan başqa biz Ankanı seçsək daha yaxşıdır. Bu arada Cehennem Kulesi biraz səhv oldu. Amma ki seçkimiz olsaydı çox yaxşı olardı ki, Ankanı kuleye yapışdırardıq. Seçkidəki paket götürmüşük. O da ki oxçuları öldürə bilmir.
Uduzmayın bizim klan uduzmamalıdır. Ki hələ ki 2 nəfərlə eşləşmişəm onların klanından və ikisi də qalibiyyət olub. Bura yəqin ki varil atar. Varil atacağım bilə-bilə mən niyə oradan adama deyərlər şey atıram. Goblinlər. Sol tərəfə o bir dənəsi vuracaq. Niyə? Hani nəsə baş verib yaxsa sol tərəfə ümumiyyətlə o vurmasın deyə Dart Goblin süper. Mən utduğum halda mənə toksiklik eləyirlər. Eynən bu turnuvanın axırı da qandır. Libe açtı. Türk kulesi də yəni yarı-yarımçıq getdi. Son bir ehtimal var oyunu almaq üçün. O da ki çətin. Tabii. Namazovla da eşləşdik. Deməli. Namazov, sən seç kartları qaqaş. Mən sonra seçəcəm. Mən belə rahat kart seçə bilmirəm. Sırf sizin klanla eşləşəndə qardaş yavaş seçilir. Ona görə mən tədirgin oluram burada. Görə indi Namazov qisaslarını alacaq klan yoldaşlarının. Dokuz illik
Həmişə Qaqaş gəlir yayınıma baxır falan. Onun üçün öpücüklər bu qədər çox oldu. Əslində belə bir şey eləyə bilərəm. Bu biraz e, çətin bir qərar idi, amma yenə də hasar üçün dəyərdi. Yenə ortadan qəngləri bölək. Sağ tərəfə, yəni mənim sırf o 3 seksirli çetini atmaqda məqsədim sağ tərəfə bir dənə mızraqlı vuruşu almaq idi. Aha, slasher çox qəşəng. Lan ona kuleyə niyə vurursan? Çok süper. Uy, golem oynuyormuş bu arada. Ama olsun. Ha, bu bir dənə vursun. Pisi. Allah. 16 saniye qalıb. 16 saniyədəki körpüdən golem atmalısan. Formaları at. Good game. Kara Şövalye əslində çox qəşəngdir. 4 iksirə çox güclü kartdır. Oh, salam salam, xoş gəldin Əli. Elvin nə qədər oynadıb. Sadıqla da eşləşdik. Bir dənə Tağı ilə eşləşməmişəm hələ ki. Bəs nə bilmişdim. Bu dəfə prens götürəcəm. Düzdür, dəstəmiz biraz ağır getdi, amma olsun. Yarasalar. Səhərdən Anka nəsə düşərli gəlir mənə deyə Ankanı götürdüm. Bir də oxlarımı çarpdım. Oxlar ağırdır əslində, yenə də eyb yox. Və plus tam olaraq atak kartıdakı dev gedər əslində burada. Dev oynaya bilərik də, prosta ki atak kartı olaraq böyük ehtimal şey götürəcək. Kod spinicini. O da ki kartları yavaşlatdığına görə sərf eləmir. Narahat olma, narahat olma. Ben buradan baxıram. Uy, yəni heç düzgün bir qərar değildi Qaqaşın oynadığı. Sol tərəf vursun evi yox. Sol tərəfi hasardan saymırıq. Qaqaşın səhvi nə idi? Üstünə atıcı gələ-gələ iksir toplayıcı düşdü. Sən öldün.
İksir toplayıcıya da vur. Əla. Salam, salam. Buyur, buyur. Sağ tərəfi bu dəfə kilitləyəcəm. Buraya heç kart atmağa ehtiyac yoxdur. Prens özü bala-bala savunacaq. Ki biz ana playdə promoy saldıra bilərik. Saldırmaya da bilərik. Yumurta yaşasın deyə bu arada oxlamışdım. Ay ay ay. Ana play baxırmış. Yo, buyur, buyur sualımı ver. Biraz oyuna fokus olmuşuq deyə çox da çata baxa bilmirəm. Bu arada birinci mən idim, necə oldu? Mən bir oyun oynayan kimi Elvin. Eynən Elvin bilmirəm. Bəlkə də öz planı ilə eşləşib promoyu uduzublar ki, tez bazar qalxaq yuxarı. Eynən mən də ondan şübhələnirəm. Yox, yox, burada nəsə başqa söhbət var. Nəsə ürəyimə yatmadı. Rəşad, əslində yayını bağlayacağam ki, axşam gecə oldu, yorğunçuluqdur. Gör nə yazıb hemen. Gördüm, bu mesajı gördüm. Turasa da evi yoxdur. Daha eləyəcək bir şeyimiz yoxdur. Prosta istəyirsinizsə bir dəfə də aça bilərəm, amma onda yəqin ki, mən oynamaram. Mənə əsas lazım olan, deməli, mən Messini utdum. Bax, sizin klandan biri. Namazov idi, utdum. Sonra kim var idi? Sonra kimlə eşləşdim? Bir də deyəsən kimlənsə eşləşmişdim sizin klanla. Qoy baxım. Siyak. Bax, tağı da maşallah, tağı da uduzmayıb. Yəni, mənə lazımdır sizin klan. Burada sizin klandan bizim klanın qırğını var idi. Həm münasib. Ki, öz klanımı da udmuşam bir dəfə də, eybi yox. Bu arada mən açığı indi bu dəqiqə turnuva açsam oynamayacağam. Çünki bütün fokus olmuşdum. Bu da Proman da qəşəng oynayır. Bu arada məğlubiyyətsiz. Əkbər, sən adın hardadır? Əkbər, sən qoşulmuşdun elə bil. Bir dəqiqə mən niyə görmürəm? Əkbər, neynəmsən Əkbər? Bayaqdan səni orada mən ofayla qaz verib gətirdim ki, nə idi onun adı? Bayaq qaqaşına deyib, Blaze, hə, Blaze-i udacaq falan filan. Uduzmanı mən sırf bunlar görsənsin